Anton Çexov, Məmurun ölümü. Gözəl günlərin birində eksekutor, kərküzarlıq işləri üzrə məmur. Gözəl günlərin birində eksekutor İvan Dmitrievich Çervikov ikinci sırada kresloda əyləşib binokllə Karnevil zəngləri tamaşasına baxırdı. Baxır və özünü göyün 7-ci qatında hiss edirdi. Lakin qəflətən, hekayələrdə tez-tez rast gəlinən müəlliflər haqlıdırlar. Həyat gözlənilməzliklərlə doludur. Birdən adamın üzü büzüşdü. Gözləri yuxarı qalxdı, nəfəsi durdu. Binokli gözlərindən çəkib önə əyildi və askırdı. Gördüyünüz kimi askırdı. Heç yerdə heç kimi askırmağa qadağa yoxdur. Mujiklər də askırır, polismesterlər də və hətta bəzən gizli müşavirlər də askırırlar. Hamı askırır. Çervikov biraz belə olsa özünü itirmədi. Dəsmalla üzünü silib nəzakətli insan kimi ətrafa boylandı. Baxdı ki, öz askırmağı ilə heç kimi narahat etməyib ki. Lakin həmin an özünü itirdi. O gördü ki, birinci sırada öndə, kresloda yaşlı adam əyləşib. Adam öz keçəl başını və boynunu əlcəklə silir və nəsə deyinirdi. Yaşlı adamı Çervikov tanıdı. Bu ustad katibi, yol xətləri üzrə idarədə çalışan general Brijalov idi. Mən onu tüpürcəklə islatdım, Çervikov düşündü. Adam onun rəisi deyil, lakin yenə də yaxşı alınmadı. Üzr istəmək lazımdı. Çervikov öskürüb bədənini önə əyib generalın qulağına pıçıldadı. Ali həzrət, üzr istəyirəm, mən təsadüfən sizi askıranda tüpürcəklə islatdım. Heç nə olmaz, heç nə olmaz, General dedi. Allah xətrinə bağışlayın, mən bunu istəmirdim. Rica edirəm, sakit olun. Dinləməyə imkan verin, General dedi. Çervikov özünü itirib sarsaq təbəssümlə səhnəyə baxdı. Baxdı, lakin göyün 7-ci qatında özünü hiss etmədi. Ona narahatlıq hissi əzab verməyə başladı. Antrakda o, Brijalova yanaşdı, ətrafında dolaşdı, utanç hissinə qalib gəlib donquldandı. Ali həzrət, üzr istəyirəm, mən axı, necə deyərlər, kifayətdir. Mən artıq bunu unutmuşam. Siz isə hələ də o haqda danışırsınız. General cavab verdi. Alt dodağı altında tələsik nəsə deyib getdi. Unudub, amma gözlərindən cin yağır. Generala şübhə ilə baxan Çervikov düşündü. Heç danışmaq istəmədi. Ona anlatmaq lazımdı ki, mən bunu heç istəmirdim. Bu təbiətin qanunudur. Yoxsa elə düşünə bilər ki, mən tüpürmək istəmişəm. İndi düşünməsə də, sonra düşünəcək. Evə gələn Çervikov arvadına öz qabiliyyətsizliyi haqda danışdı. Onun fikrincə arvadı baş vermiş hadisəni ciddiyə almadı. Lakin əvvəlcə qorxdu. Öyrənəndə ki, Brijalov ərinin deyil, başqalarının rəisidir, qadın sakitləşdi. Sən yenə get. Get və üzr istə. O düşünə bilər ki, insan içində özünü apara bilmirsən. Xanımı dedi. Hə. Mən üzr istədim. O isə qəribə idi. Doğru düzgün bir söz demədi. Bir də söhbət etməyə vaxt da yox idi.
Səhəri gün Çervikov yeni vitmundirini giyindi, təraş oldu və Brižalovun yanına getdi. Generalın qəbul otağında çoxlu xahişçi olduğunu gördü. Xahişçilər arasında general vardı, hansı ki onları qəbul etməyə başlamışdı. Bir neçə xahişçini dinləyən general gözlərini qaldırdı və Çervikovu gördü. Dünən Arkadində, əgər xatırlayırsınızsa, Ali Həzrət ekzekutor məruzəyə başladı. Əgər xatırlayırsınızsa, mən asqırdım. Təsadüfən sizi üzr istəyirəm. Boş şeylərdir. Allah bilir, nə haqda danışırsınız. General növbəti xahişçiyə müraciət etdi. Sizə nə lazımdır? Danışmaq istəmir. Çervikov düşündü. Üzü beyaz rəngdə oldu. Deməli qəzəblidir. Xeyr, bunu belə qoymaq olmaz. Mən aydınlıq gətirməliyəm. General son xahişçisi ilə söhbətini bitirdikdən sonra daxili aparata yollandı. Çervikov onun arxasınca addımlayıb dedi. Ali Həzrət, əgər cürət edib sizi narahat edirəmsə, bunu yalnız bir hissə görə, peşmançılığa görə edirəm. Bilərəkdən olmadı, Ali Həzrət. Özünüz də bilirsiniz ki... General sifət edib əlini yellətdi. Mərhəmətli cənab, siz sadəcə olaraq artıq məzələnirsiniz. Deyib qapını açdı, otağa keçdi və yox oldu. Nə məzələnməsi? Çervikov düşündü. Burada heç bir məzələnmə yoxdur. Generalsa bunu anlaya bilmir. Ona görə bu özündən müştəbih önündə daha üzr istəməyəcəm. Artıq yanına gəlməyəcəm. Ona məktub yazaram. Lənətə gəlmiş. Allah haqqı gəlməyəcəm. Evə dönən zaman Çervikov belə düşünürdü. O generala məktub yazmadı. Düşündü. Heç cürə məktubu tərtib edə bilmədi. Səhəri gün yenidən aydınlıq gətirmək üçün generalın yanına yollandı. Mən dünən Ali Həzrət sizi narahat etmişdim. General sual verici nəzərlərini ona qaldıranda Çervikov dedi. Dediyiniz kimi bunu məzələnməyə görə etmədim. Mən üzr istədim ki, asqıran zaman sizi tüpürcəklə islatmışam. Sizinlə məzələnmək fikrim olmayıb. Hörmətli şəxsiyyətlərə olan bunu ola bilməz. Rədd olun! Əsəbdən əsən və göyərmiş general qışqırdı. Necə? Qorxudan donan Çervikov pıçıltı ilə soruşdu. Rədd olun! General təkrarladı. Ayağını döşəməyə vurdu. Çervikovun qarnında sanki nəsə qırıldı. Heç nə görməyən, heç nə duymayan adam qapıya sarı getdi. Küçəyə çıxdı. Ayaqlarını arxasınca çəkərək evə yollandı. Evə gəlib maşinal şəkildə vitmundirini çıxardı. Adam divana uzandı. Və öldü.